Hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, mən Vüsal Kəlbəcəri, tənqidçi jurnalist, 18 kitab müəllifi, Qızıl Qələm mükafatçısı. Bu günlərim Azərbaycanımızın çox gözəl rayonu olan Quba rayonunda. Quba rayonunda biz dəfələrlə gözəl çəkilişlər eləmişik. Bu günlərim isə biz Ərməki Kənd İbtidai Məktəbinin müəllimlərindən maraqlandıq, həm təqaüddə olan müəllimlərdən maraqlandıq, həm də ki, məktəbin direktoru haqqında. Əlbəttə ki, şagirdlər, valideynlər bizə məktəbdə nizam-intizamla, təlim-tərbiyənin hər şey qaydasında olduğumuzu bildirdilər və bizə bildirdilər ki, məktəb direktoru da məktəbdə hər bir şey qaydasındadır, istər təhsil, istər davamiyyət, hər bir şey qaydasındadır. Biz də gəldik ki, sizlərlə tanış eləmək istəyək. Müəllim daha sizə xoş gördük. Uğurlarınız bol olsun. Adınız, soyadınız müəllim? Mehman Kərimov. Çox gözəl. Neçə ildir təhsil sahəsində çalışırsınız? 1990-cı ildə. Ay maşallah, çox gözəl. Demək olar ki, 35 ildir ki, 35 ildir. təhsil sahəsində canınızı fəda verirsiniz və neçə ildir direktor işləyirsiniz? 2002-dən. 2002-də. 23 ildir ki, direktor işləyirsiniz. Evet. Və biz bildiyimizə görə sizin atanız da müəllimdir. Bəli. Təqaüddə olan müəllimdir. Atanızın adı soyadı? Kərimov Heybətullah. Heybətullah müəllim. Çox gözəl. Biz inşallah 40 ilə kimi işləyib. növbəti çəkilişimizdə Heybətullah müəllim haqqında eləyəcəyik inşallah, hörmətli izləyicilərimiz. Heybətullah müəllim də canlı təhsil üçün fəda verən müəllimlərdən biridir. Və müəllim, siz özünüz hansı fənn tədris edirsiniz? İbtidai sinif yəqin. Bu qədər ixtisasların içində niyə görə ibtidai sinif seçdiniz müəllim? Çətin bir peşədir, çətin ixtisasdır, ona görə deyirəm. Yəni, başqa ixtisaslar seçmədiniz olar. Müəllimlik yəqin ki, atanızı ideal olaraq Bəli, atam elə işləyib, mən də atamın arxasında getmişəm. Çox gözəl. Hər bir övlad öz atasını ideal olaraq seçməyir. Ona görə siz öz adından sağ ol deyirik, təşəkkür edirik. Özdə hər hörmətli izləyicilər, mən bu sözü həmişə demişəm, yenə də deyəcəm. Bütün ixtisaslar çətindir, bütün peşələr çətindir. Amma ulu öndərimiz demişkən, ən çətin peşə müəllimlik peşəsidir. Və ən çətin peşənin də içərisində ixtisaslarla ən çətin ibtidai sinifdir. Niyə görə ibtidai sinifdir? Düzdür müəllim? Ona görə ki, ibtidai sinif müəllimi həm şagirdlərə rəqəmlər öyrədir, həm əlifbanı öyrədir, həm ilk ana sözünü, ata sözünü, vətən sözünü öyrədir. O cümlədən də bayrağımızı, bu yüksəklərə qaldırmağı öyrədir və ondan da əlavə şagirdlərimizə, yəni ilk davranış qaydaları, etik qaydaları, estetik qaydaları, bütün hər bir şey öyrədir və ata-ananı sevməyi də, vətən sevməyi də öyrədir. Sizə sağ ol verim müəllim. Dərin təşəkkür edirik. Biz cəmaatdan hamıdan sorular aparır. Sizin haqqında gözəl sözlər bizi bildirdilər. Biz də bilirik ki, gözəl siz valideynsiniz, ailə başçısınız. Neçə övladınız var müəllim? 3 uşağım var. Çox gözəl. Adları? Çingiz, Bəli. İlhamə, Çox gözəl. Aynur. Çox gözəl. Sağlaş Təhsil komandası olaraq hörmətli izləyicilərim, bu günlər 2025-ci il 21 demək may tarixidir. Müəllimə uzun ömür, can sağlığı arzu edir. Təşəkkürlər. O yolsun ki, bu kadrlara inşallah 10 il, 20 il, 30 il sonra nəvələri, nəticələri baxanda müəllimlə qürur duysunlar. Müəllimin həqiqətən zəhmətkeş bir ata, zəhmətkeş bir müəllim, zəhmətkeş bir ziyalı olduğunu hər kəs bilsin. Təşəkkür edirəm. Sağlaş Təhsil komandası olaraq uzun can sağlığı arzu edir. Təşəkkür edirəm. Sağ olun.